xilas olmaq üçün mən neynəməliyəm? Çünki o gördü ki, heç vaxt baş verməyən, bəlkə də onun həyatında olan bir hadisə idi. Belə bir zəlzələnin olması, qapıların açılması, dustaqların əlindən zəncirin tökülməsi bu olan bir şey deyildi. Və o insan başa düşdü ki, bunu edən Rəbb Allahdır. Və ona görə sual verir, mən xilas olmaq üçün nə etməliyəm? Pavel ona demədi, get xeyirxahlıq elə, get yaxşılıq elə, get gəlirindən kiməsə payla. Pavel ona qayıtdı, dedi ki, Rəbb İsa Məsihə iman et. İsa'ya iman et. Bax, onda xilas olacaqsan. O insan iman elədi İsa'ya. Yazılıb ki, Həvari Pavel hətta o insana deyir ki, sən iman et. Sənin ailə üzvlərində xilas olacaqdır. Və elə də olur. Yazılıb ki, onun ailəsi də iman elədi. Həmən günü vəftiz oldular hətta. Və xilas oldular.